Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin müasir cəmiyyətdə qadının rolu, dayanıqlı inkişaf və ənənəvi dəyərlər mövzusunda ikinci iclasının iştirakçılarına məktub ünvanlayıb. Mətni Azərbaycan Prezidenti Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib. Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin müasir cəmiyyətdə qadının rolu, dayanıqlı inkişaf və ənənəvi dəyərlər mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibəti ilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm. Zəngin ortaq tarixi mədəni köklərə malik Türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfələr vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidmətləri vardır. Hazırki qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi, ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ənənəvi dəyərlərlə uzlaşan, dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır. Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət keçirir. Ölkəmizdə qadınlar öz mədəni, elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunuram. Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi, birgə hədəflərin müəyyənləşdirilməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Bakı şəhəri 12 iyun 2025-ci il. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclasında çıxış edib. Bahar Muradova vurğulayıb ki, ailə Türk coğrafiyasında sədaqət, fədakarlıq və şərəfin simvoludur. Eyni zamanda Türk Dövlətləri Təşkilatı formatının çox vacib bir istiqaməti ailə və sosial siyasət sahəsində əməkdaşlığın qarşısında duran gözləntilər barədə fikirlərini əksini tapmışdı və mən bu təbrikə, bizə göstərilən etimada və diqqətə, eyni zamanda bu təbrik mətnində əksini tapan bizim qarşımıza qoyulan vəzifələri bir daha əks etdirdiyinə görə mən cənab Prezidentə forum adından, forum iştirakçıları adından və şəxsən öz adımdan dərin təşəkkür və minnətdarlığımı bildirirəm və onu əmin edirəm ki, onun həm Azərbaycanın qarşısında dayanan hədəflərə gedən yolunda, eyni zamanda Türk dövlətləri və xalqları arasında əlaqələrin daha da inkişaf etməsində, məzmunca yenilənməsində və dərinləşməsində vacib olan vəzifələrin yerinə yetirilməsini öz töhfəmizi verəcəyik və bizim qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik ki, Türk dünyası da bütün dünyada öz yerini tutsun və bu coğrafiyada, bu arealda yaşayan insanlar kimliyindən hansı millətə, dinə, əqidəyə malik olmasından asılı olmayaraq bu arealda yaradılan sülh, təhlükəsizlik və ədalət mühitindən bərabər şəkildə faydalansınlar. Bir daha cənab Prezidentə hamınız adından öz dərin təşəkkürümü bildirirəm. O, hazırda ailə mexanizmi konsepsiyasının üzərində iş getdiyini də bildirib və yalnız ildə bir dəfə nazirlər toplantısında deyil, bir neçə dəfə bu mövzuya həsr olunmuş tədbirlərdə iştirak etməyin əhəmiyyətini vurğulayıb.